Salam əziz həmkarlar. Biz bugün öyrənirik genetika. Orqanizmin irsiyyət və dəyişkənliyini öyrənən elm sahəsi genetika adlanır. Genetikanın əsasını ilk dəfə 1865-ci ildə Mendel tərəfindən qoyulub. İrsiyyət nədir? Orqanizm öz əlamət və inkişaf xüsusiyyətlərini saxlayıb, sonrakı nəsillərə ötürmə qabiliyyətidir. Bəs dəyişkənlik nədir? Orqanizmin fərdi inkişaf prosesində yeni əlamətlər qazanması, fərdlər arasında fərqlərin əmələ gəlmə prosesidir. Və canlıları biri-birindən fərqləndirən xüsusiyyətlər əlamətlər adlanır. Əlamətlərin üzə çıxmasında genlər böyük rol oynayır, bir də ətraf mühit böyük rol oynayır. Orqanizmdən valideynlərin aldığı genlərin cəmi genotip adlanır. Zahirən üzə çıxan daxili və xarici əlamətlərin cəmi isə fenohibrid adlanır. Ümumilikcə genetikada istifadə olunur. P valideyn formasıdır. F qız nəsil deməkdir. F1 olarsa birinci nəsil, F2 olarsa ikinci nəsil, F3 olarsa üçüncü nəsil. Çarpazlaşma bu cür işarə olunur. Dişi fərd, yəni ana orqanizm bu cür işarə olunur və ya qız bu cür işarə olunur. Erkək fərd, yəni ata və ya oğul bu cür işarə olunur və ya bu cür işarə olunur. Dominant əlamət böyük hərflə, məsələn, böyük A, böyük B, böyük C, tutalım böyük D, böyük E. Bunların kiçik A, kiçik B, kiçik C, kiçik D, kiçik E. Bunlar isə resesiv əlamət adlanır. Dominant əlamət nədir? Resesiv əlamət nədir? Baxın, heterozigot vəziyyətdə üstünlük təşkil edən fenotipdə üzə çıxan əlamətdir. Məsələn, böyük A, böyük A. Bu olur homozigot dominant. Böyük A, kiçik A, bu da olur heterozigot dominant. Böyük A vəziyyəti var və üzə çıxan böyük A olur. Resesiv əlamət hibridin fenotipində gizli qalan, yalnız homozigot vəziyyətdə özünü göstərir. Məsələn, kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C. Homozigot nədir? Homo bərabər deməkdir. Bir tipli qamet sortu əmələ gətirən, özünə oxşar fərdlə çarpazlaşdıqdan sonra nəsildə parçalanma verməyən fərdlərdir. Məsələn, böyük A homozigotdur, bir tip qamət, böyük A qaməti verir. Kiçik A homozigotdur, bir tip qamət, kiçik A qaməti verir. Əgər homozigot olarsa, bunlar bir tip qamət. Məsələn, böyük B, böyük B. Bir dənə qamət verir, böyük B qaməti. Kiçik B, bir dənə qamət verir, kiçik B qaməti. Böyük C, bir dənə qamət verir, böyük C. Amma heterozigot, məsələn, böyük A, kiçik A, qamət verir iki cür. Bir böyük A qaməti, bir kiçik A qaməti. Və ya məsələn, böyük B, kiçik B, qamət verir bir böyük B qaməti, bir kiçik B qaməti. Bunlar homozigot vəziyyətdə qamət əmələ gətirməkdir. Heteroziqotda yazdığımdır. Böyük A, kiçik A tutalım 2 tip qamət verdi. Bir böyük A, bir kiçik A. Böyük B, kiçik B verdi 2 tip qamət. Bir böyük B, bir kiçik B. Yəni, müxtəlif tip qamət sortu əmələ gətirən, özünə oxşar fərdlə çarpazlaşanda özündən sonraki nəsillərdə parçalanma vermə qabiliyyətinə malikdir. Bəs allel genlər nədir? Allel genlər homoloji xromosomların eyni bir sahəsində, yəni lokusunda yerləşən bir alternativ əlamətin inkişafına cavabdeh olan genlərdir. Məsələn, bunlar homoloji xromosomlardır. Birinci xromosomda böyük A yazılıbsa, bunun qarşısında da resesiv olmalıdır. Bax, bunlar adlanır allel genlər. Və ya məsələn, bunlar homoloji xromosomdur. Birincidə böyük B yazılıbsa, onun qarşısında kiçik B-si olmalıdır. Bunlar adlanır allel genləri. Yadınızda saxlayırsınız. Homoloji xromosomlar eyni formalı, eyni ölçülü, eyni gen daşıyan xromosomlardır. Diploid xromosom yığımına malik orqanizmin hər bir hüceyrəsində istənilən genin adətən 2 alleli olur. Ona görə də genotipdə genlər eyni hərflərlə işarə edilə bilər. Məsələn,
Noxud var rəngi var ki, bunun sarı rəngini böyüya ilə işarə eləyirlər. Yaşıl rəngini kiçiya ilə işarə eləyirlər. İndi biz qamet almanı öyrənəyin. Baxın, tutalım ki, sizə verir böyüya. Bunlar homozigot olduğu üçün, hər ikisi dominant olduğu üçün bir tip qamət, elə böyüya qaməti verir. Və ya kiçiya homozigot olduğu üçün və ikisi də resesiv əlamət olduğu üçün bir tip qamət verir. Ancaq heterozigot vəziyyətdə, məsələn, böyüya, kiçiya, bu iki tip qamət verəcək. Bir böyüya qaməti, bir kiçiya qaməti və nəsildə parçalanma verir. İndi çarpazlaşmaya baxaq. Məsələn, böyüyanı çarpazlaşdırıram kiçiya ilə. Böyüya bir tip qamət verir, olur böyüya qaməti, kiçiya bir tip qamət verir, olur kiçiya qaməti. Bunlar çarpazlaşanda əmələ gəlir böyüya, kiçiya. Ancaq böyüya, kiçiyanı da çarpazlaşdırıram özü ilə, böyüya, kiçiya. Burada baxın, hərəsi iki tip qamət verir. Bir böyüya qaməti, bir kiçiya qaməti çarpazlaşır. Bu da iki tip qamət verir. Bir böyüya, bir kiçiya. Birinci fərdin birinci qamətini götürüb digərinin birinci qamətinə vurursan, olur böyüya. Birinci qamətini götürüb digərinin ikinci qamətinə vurursan, olur böyüya, kiçiya. İndi keçirsən kiçiyaya, götürürsən digərinin birinci qamətinə, bu da olur böyüya, kiçiya. Götürürsən digərinin ikinci qamətinə, olur kiçiya. Sizin çarpazlaşmanız da bu cür yazılır. Və ya məsələn, böyüya, kiçiyanı çarpazlaşdırırsan böyüya ilə. Burada verir bir böyüya qaməti, bir kiçiya qaməti. Bu da verir bir dənə böyüya qaməti. Olur, çarpazlaşdır. Böyüya, çarpazlaşdır, böyüya, kiçiya. Və ya məsələn, böyüya, kiçiyanı çarpazlaşdırırsan kiçiya ilə. Verir iki tip qamət, bir böyüya qaməti, bir kiçiya qaməti. Çarpazlaşır, bu da bir dənə kiçiya. Əmələ gəlir böyüya, kiçiya. Bu formada da yazmaq olar. Sonra gəlir Mendelin qanunu. Ümumiyyətcə Mendelin qanunu 3 qanunu var. Mendelin birinci qanunu, Mendelin ikinci qanunu, Mendelin üçüncü qanunu. Mendel tədqiqat obyekti olaraq noxud bitkisindən istifadə etmişdir. Çünki noxudun həm sarı rəngi, həm yaşıl rəngi var. Çiçəyinə görə ağ və qırmızı rəngi var. Bir də quruluşuna görə hamar noxud var və qırışıq noxud var. Mendel birinci qanununda sarı rəngli toxum, sarı rəngi böyüya ilə işarə eləyir, olur dominant rəng. Yaşıl rəngi kiçiya ilə işarə eləyir, olur resesiv. Birinci qanunda əsasən sarı rəngli toxumu götürüb, yəni dominantı böyüya homozigot vəziyyətini yaşıl rəngli toxumla kiçiya homozigot vəziyyətinə çarpazlaşdırır. Buradan bir tip qamət böyüya qaməti, buradan bir tip qamət kiçiya qaməti. Əmələ gəlir böyüya, kiçiya qamət F1 nəsildə. Və burada müəyyən olunur ki, əmələ gələn toxumlar olur sarı rəng. Amma toxumun tərkibində məsələn böyüya, kiçiyada bir kiçiya var ki, bu da yaşıl rəngi daşıyır. Ancaq nəsildə üzə çıxmır. Deməli, birinci nəsildə olan toxumlar hamısı oldu sarı rəngli. Yəni, dominant əlamətin valideynə oxşamasıdır. Bu da eyni şəkillik qanunudur. Sonra keçir Mendelin ikinci qanununa. Əmələ gəlmiş bu sarı rəngli böyüya, kiçiya toxumunu öz-özünə çarpazlaşdırır. Yəni, özü ilə çarpazlaşdırır böyüya, kiçiya ilə. Bu zaman bu bir tip qamət böyüya qaməti, bir də kiçiya qaməti verir. Digər fərddə böyüya qaməti, bir də kiçiya qaməti verir. Məsələn, bu olsun dişi fərd, bu da olsun erkək fərd. Dişi fərdin böyüya qaməti ilə erkəyin böyüya qamətini çarpazlaşdırır, olur böyüya. Bu olur sarı rəng. Böyüyanı, dişinin böyüyasını götürür, erkəyin kiçiyası ilə çarpazlaşdırır, olur böyüya, kiçiya. Bu da olur sarı rəng. Sonra dişinin kiçiyasını götürür, erkəyin böyüyası ilə çarpazlaşdırır, olur böyüya, kiçiya. Bu da olur sarı rəng. Anı götürüb erkəyin ası ilə çarpazlaşdıranda kiçiya, bu da olur yaşıl rəng. Deməli, görsəniz, kombinasiya 1, 2, 3, 4. 4 dənə kombinasiya yarandı. Burada neçə dənə sarı rəng var? Böyüya bir dənə, böyüya kiçiyada 2 dənə. Deməli, cəmi 3 dənə sarı rəngin var. Neçə dənə yaşıl rəng var? Kiçiya, bir dənə də yaşıl rəngin var.
Deməli, sən fenotipcə 2 dənə görürsən. Bir sarı, bir yaşıl. Bu olur sənin fenotipin. Fenotipə görə parçalanma deyəndə 3 dənə sarı rəngli xarici görünüşü, bir dənə yaşıl rəngli. 3-ün 1-ədir. Genotipə görə parçalanma deyəndə bir dənə bax böyük ya böyük yadır. 1, 2, 2 dənə böyük ya kiçik yadır. Bir dənə də kiçik ya kiçik yadır. Olur 1 bölünsün 2 bölünsün 1 nisbətində. Yəni, əkilən toxumun 4də 3-ü oldu sarı, 4 dənə kombinasiya var. 4də 3-ü oldu sarı, 4də 1-i də oldu yaşıl. Yəni, ikinci nəsildə hibridləşmə əlamətlərin parçalanması adlanır. Yəni, əlamətlərin parçalanma qanunu. Sonra Mendel 3-cü parçalanmada, yəni 3-cü qanunda əlamətlərin sərbəst paylanma qanunu adlanır. Burada nədən istifadə edir? Yenə noxuddan istifadə edir. Noxudun sarı rəngini işarə eləyir böyük yay ilə, yaşıl rəngini işarə eləyir kiçik yay ilə, hamarı işarə eləyir böyük B ilə, qırışığı işarə eləyir kiçik B ilə. Bu zaman birinci sarı rəngli hamar toxum. Böyük ya, böyük ya, böyük B, böyük B. Bu olur sarı rəngli hamar toxum, valideyn. Bunu çarpazlaşdırır yaşıl rəngli qırışıq toxumla. Kiçik ya, kiçik ya, kiçik B, kiçik B. Bunların çarpazlaşmasından bax, böyük ya, böyük ya bir dənə qamət verir. Böyük ya qaməti, böyük B də bir dənə qamət verir, olur böyük B qaməti. Buradan kiçik ya bir dənə qamət verir, olur kiçik ya qaməti. B də bir dənə qamət verir, olur kiçik B qaməti. Yəni, AB qamətini çarpazlaşdırırsan kiçik ya, kiçik B ilə. Bu zaman olacaq böyük ya, kiçik ya, böyük B, kiçik B. Alınmış bu toxumda tərkibində böyük ya olduğu üçün olur sarı rəng dominant. Böyük B olduğu üçün bu da olur hamar. Yəni, sarı hamar toxum əldə etmişdir. Həmin bu sarı hamar toxumu yenidən özü ilə çarpazlaşdırıb. Yəni, böyük ya, kiçik ya, böyük B, kiçik B-ni, bu olsun erkək, bunu çarpazlaşdırıb böyük ya, kiçik ya, böyük B, kiçik B ilə. Bu da olsun dişi. Burada çox adam Pernet cədvəli qurur. Bunu qurmaqdan əlavə ən asan versiyası belədir. Məsələn, sənin birinci əlamətin böyük ya, kiçik ya, böyük ya, kiçik yadır. Bunu çarpazlaşdır özü ilə. Böyük ya, kiçik yanı çarpazlaşdıranda böyük ya, kiçik ya ilə burada əmələ gəlir. Bir dənə böyük ya, böyük ya. Bunu aşağıdan yazaq. Bir dənə böyük ya, böyük ya. 2 dənə böyük ya, kiçik ya. Bir dənə kiçik ya, kiçik ya. Bunu bilirsiniz çarpazlaşdırmanı. Sonra keçirsən böyük B, kiçik B, böyük B, kiçik B-ni özü ilə çarpazlaşdırmağa. Bu zaman da əmələ gəlir bir dənə böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə də kiçik B, kiçik B. İndi yuxarıda əmələ gəlmiş qamətlərə, aşağıda əmələ gəlmiş qamətlərin hər birinə vur. Məsələn, bir dənə böyük ya, böyük yanı, bir dənə böyük B, böyük B-yə vuranda olur bir dənə böyük ya, böyük ya, böyük B, böyük B. Sonra bir dənə böyük ya, böyük yanı, 2 dənə böyük B, kiçik B-yə vuranda olur 2 dənə böyük ya, böyük ya, böyük B, kiçik B. Sonra bir dənə böyük ya, böyük yanı, bir dənə böyük, kiçik B, kiçik B-yə vuranda əmələ gəlir bir dənə böyük ya, böyük ya, kiçik B, kiçik B. Sonra keç ikinciyə. 2 dənə böyük ya, kiçik yanı, bir dənə böyük B, böyük B-yə vuranda əmələ gəlir 2 dənə böyük ya, kiçik ya, böyük B, böyük B. Təzdən 2-ni vurursan 2 eləyir 4. 4 dənə böyük ya, kiçik ya, böyük B, kiçik B. 2-ni vurursan 1 eləyir 2. 2 dənə böyük ya, kiçik ya, kiçik B, kiçik B. Sonra keç kiçik yalara. 1-i vurursan 1-ə, bir dənə kiçik ya, böyük B, böyük B sıralama ilə. 1-i vursan 2-yə, 2 dənə kiçik ya, böyük B, kiçik B. 1-i vursan 1-ə, bir dənə kiçik ya, kiçik B, kiçik B. Topla 1-in üstünə 2, 3, 3-ün üstünə 2, 5, 9, 11, 13, 14, 15, 16. Buradan kombinasiya sayın 16 dənə kombinasiyan alınır. Fenotipin olur 4 dənə. Niyə? Böyük ya, böyük B bir yerə düşənlər olur sarı hamar. Böyük yası var, böyük B-si yoxdursa, məsələn, bax bu, məsələn, bax bu, bunlar olur sarı qırışıq. Daha sonra baxırsan, kiçik yası var, yaşıl rəngli, böyük B-si var. Bu olur yaşıl hamar. Kiçik yası var, kiçik B-si var. Dominant əlaməti yoxdur, bu da olur yaşıl qırışıq. Yəni, sənin fenotipinə görə 4-dür, yəni sarı hamar görürsən.
sarı qırışıq, yaşıl hamar, yaşıl qırışığı gördün. Fenotipə görə parçalanma deyəndə baxırsan, böyük ya böyük bir yerdə olanlar topla. Bir dənə burada, 2 dənə burada eləyir 3, 2 dənə burada eləyir 5, 4 dənə də burada eləyir 9. Deməli, sənin 9 dənə sarı hamarın var. Daha sonra sarı qırışığa bax. Böyük yası olsun, böyük besi olmasın. Məsələn, bir dənə burada, 2 dənə burada. 3 dənə sənin var sarı qırışıq. Sonra yaşıl hamara bax. Bir dənə burada, 2 dənə burada. Böyük besi var. 3 dənə yaşıl hamarın var. Bir dənə də yaşıl qırışığın var. Bu olur sənin fenotipinə görə parçalanma. 9 bölünsün 3, bölünsün 3, bölünsün 1 nisbətində. Genotipə görə parçalanma deyəndə sənin 4 dənə, bax buradan yazıram, genotipə görə parçalanma deyəndə sənin 4 dənə böyük ya, kiçik ya, böyük B, kiçik B əmələ gəlib. Daha sonra sənin 2 dənə böyük ya, kiçik ya, böyük B əmələ gəlib. Daha sonra sənin 2 dənə böyük ya, kiçik B əmələ gəlib. Sənin 2 dənə böyük ya, məsələn, böyük B, kiçik B əmələ gəlib. Bir də sənin 2 dənə kiçik ya, böyük B, kiçik B əmələ gəlib. Daha sonra bir dənə sənin əmələ gəlib. Böyük ya, böyük B. Sonra sənin bir dənə əmələ gəlib. Böyük ya, kiçik B. Daha sonra sənin bir dənə əmələ gəlib. Kiçik ya, böyük B. Bir dənə əmələ gəlib. Kiçik B. Deməli, sənin genotipinə görə parçalanma 4 bölünsün, 4 dənə 2, 4 dənə 1. Bu da olur sənin genotipinə görə parçalanma. Bu oldu Mendelin 3-cü qanunu, əlamətlərin sərbəst paylanması qanunu. Sonra var burada analiz edici çarpazlaşma. Analiz edici çarpazlaşma nədir? Məsələn, bilirsiniz ki, dominant fərdlərdə genotipcə fərqli olur. Ya dominant fərddir, amma genotipi böyük ya da ola bilər, böyük ya kiçik ya da ola bilər. Bunu tapmaq üçün analiz edici çarpazlaşmadan istifadə olunur. Yəni, bunun özünü resesivi ilə çarpazlaşdırır. Məsələn, böyük yanı çarpazlaşdırır kiçik ya ilə əmələ gəlir böyük ya kiçik ya. Böyük ya kiçik yanı çarpazlaşdırır kiçik ya əmələ gəlir böyük ya kiçik ya. Yəni, analiz edici çarpazlaşma edib, burada olur birin birə nisbətində, burada elə bir dənə fərd əmələ gəlir. Bunun genotipini tapmaq olar. Və ya sizə dihibrid verir. Bu yazdığımız monohibriddir. Məsələn, dihibrid heterozigotdur. Böyük ya, böyük B, kiçik B. Analiz edici çarpazlaşma deyəndə bunun resesivi ilə kiçik B. Məsələn, birinci verir qamet. Böyük ya, böyük B qaməti. Daha sonra böyük ya, kiçik B qaməti. Kiçik ya, böyük B qaməti. Kiçik B qaməti. Amma bu bir dənə qamət verir. Elə kiçik B qaməti. Çarpazlaşmada olur böyük ya, böyük B, kiçik B. Olur böyük ya, kiçik B. Olur kiçik ya, böyük B, kiçik B. Olur kiçik B. Burada fenotip olur 4. Yəni, burada məsələn, böyük ya, böyük B olanlar oldu sarı hamar, böyük ya, kiçik B olan oldu sarı qırışıq, kiçik ya, böyük B yaşıl hamar, kiçik B yaşıl qırışıq. Fenotipi oldu 4. Fenotipə görə parçalanma 1 bölünsün 1'dir. Yəni, hərəsindən birdən alınıb. Genotip də 4'dür. Genotipə görə parçalanma da ki, 1 hərəsindən bir dənədir. 1 bölünsün 1. Yəni, fenotip və genotip sayı bərabər oldu. Daha sonra qeyri-tam dominantlıq. Bunun digər adı da irsiyyətin aralıq xarakteridir. Bu nə deməkdir? Heterozigot vəziyyətdə bir gen digərinin təsirini tam zəiflədə bilmir. Bu zaman yeni allel genlər meydana çıxır. Yəni, irsiyyətin aralıq xarakteri müşahidə olunur. Məsələn, burada noxudun rəhlərinə, noxud olmasın, gecə çiçəyi olsun. Gecə çiçəyini götürür. Məsələn, böyük ya qırmızı rəngli gecə çiçəyidir. Bunu çarpazlaşdırır kiçik ya ağ rəngli gecə çiçəyi ilə. Burada bir böyük ya, bir kiçik ya əmələ gəlir. Bu çarpazlaşır olur böyük ya, kiçik ya. Dominant resesivin təsirini zəiflədə bilmədiyi üçün, yəni burada əmələ gəlir çəhra rəngli çiçəklər. Təzədən bu çəhra rəngli çiçəklər böyük ya, kiçik yanı çarpazlaşdırırsan özü ilə, böyük ya, kiçik ya ilə. Buradan əmələ gəlir bir dənə böyük ya, 2 dənə böyük ya, kiçik ya, bir dənə kiçik ya.
Burada böyüyə olur qırmızı, böyüyə kiçiyə olur çəhrayı, kiçiyə da oluraq. Yəni burada fenotip sayda 3'dür. Baxsaz genotip sayda 3'dür. 2 dənə olduğu üçün bunu 1 götürürsünüz genotipdə. Fenotipə görə parçalanma bir dənə qırmızı, 2 dənə çəhrayı, bir dənə ağ. Genotipə görə parçalanma bir dənə böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə. Hər ikisində olur 1'in 2'yə, 2'nin 1'ə nisbəti. Qeyri-tam dominantlıqda genotip sayı ilə fenotip sayı biri-birinə bərabər olur. Sonra gəlir polihibrid çarpazlaşma. Ümumilikcə polihibrid çarpazlaşmada, məsələn, baxın, burada əlamət sayı daha çox olur. Məsələn, böyük A kiçik A'dır, böyük B kiçik B'dir, böyük C kiçik C'dir. Bunu çarpazlaşdırırsam tutalım özü ilə. Böyük A kiçik A, böyük B kiçik B, böyük C kiçik C. Bu polihibrid çarpazlaşmadır. Burada qamet sayını almaq üçün 2 üstü n düsturundan, fenotip sayı 3 yenə 2 üstü n düsturudur, genotip sayı 3 üstü n düsturudur, daha sonra kombinasiya sayı 4 üstü n düsturudur. N burada heterozigotların sayını göstərir. Məsələn, burada 1 heterozigot, 2 heterozigot, 3 heterozigot var. Deməli, 2 üstü 3 eləyir 8 qamet əmələ gəlir, 8 fenotip əmələ gəlir. 3 üstü 3 27 qamet 27 dənə gen əmələ gəlir. 4 üstü 3, 4, 4, 16, 64. 64 dənə də kombinasiya əmələ gəlir. Bunlar heterozigot vəziyyətdə özünü doğruldur. Və ya məsələn, sizə belə bir tapşırıq verə bilər ki, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Deyər ki, böyük A, böyük B, böyük C qametinin əmələ gəlməsini tap. Məsələn, burada bir-bir baxırsan, böyük A kiçiyə 2 dənə qamət verir. Bir böyük A, bir kiçik A. 2 dənədən 2də biri olur böyük A. Böyük B, kiçik B verir 2 dənə qamət. Bir böyük B, bir kiçik B. Bunun da 2də biri olur böyük B. Böyük C-də bir böyük C, bir kiçik C. 2 qamətdən 2də biri olur böyük C. Vurursan bir-birini eləyir 8də 1. Deməli, bu tip qametin əmələ gəlməsi 8də 1'dir. Kiçik A, məsələn, böyük B, böyük C soruşsa eynən bunu kimidir. Və ya məsələn, verir böyük A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik D. Deyir, tap bunun böyük A qaməti, böyük B qaməti, böyük C, bir də kiçik D. Bu qamətin və ya C'nin. Məsələn, böyük A, bu bir dənə qamət verir, olur böyük A. Bu oldu 1, 1 vuraq. Böyük B, kiçik B, 2 dənə, böyük B, kiçik B. Bu 2də 1, 2 dənədən bir dənə böyük B'dir. Böyük C, kiçik C'də 2 dənədən biri böyük C'dir, böyük D'də 2 dənədən biri kiçik D'dir. Vurursan biri-birinə bu delədir 8də 1. Yəni bu formada verdikdə tapa bilərsiniz. Sonra ilişikli irsiyyət nədir? Baxın həmkarlar, biri var allelgenlər, biri var qeyri-allelgenlər. Qeyri-allelgenlər müxtəlif homoloji xromosomlarda yerləşir. Eyni homoloji xromosomlarda da yerləşə bilər. Bir xromosomda bir deyil, yüzlərlə gen yerləşir. Məsələn, eyni homoloji xromosomundur. Bu sənin, bax, bu sənin eyni homoloji xromosomdur. Bax, burada qeyri-allelgenlər nədir? Məsələn, böyük A-nı buradan yazıramsa, bunun qarşısına onsuz da kiçik A-sı düşəcək. Bu olur allel. Bax, bu alleldir. Amma buradan yazıram böyük B, buradan da yazıram kiçik B. Bax, bunlar homoloji xromosomlarda, bax, bunlar qeyri-allelgenlərdir. Bax, bu hissələr qeyri-allelgenlərdir. Və ya məsələn, bura ola bilər ki, bu olsun böyük A, bu olsun kiçik A, məsələn, bu olsun böyük B, bu da olsun kiçik B. Yəni, bunlar da müxtəlif homoloji xromosomlarda yerləşən qeyri-allelgenlər adlanır. Bunları yadınızda saxlayın. Ümumilikcə, homoloji xromosomlar biri-birinə yaxınlaşaraq birləşməsi konjugasiya adlanır. Konjugasiya zamanı gedən gen mübadiləsi də crossover adlanır. Qeyri-allelgenlərdə homoloji xromosomlar, yəni xromosomdan genlər nə qədər aralıda yerləşərsə, məsələn, böyük A, böyük B, böyük C, böyük D. Bax, aynı anda daha çox crossover edə bilər. Çünki nə qədər çox aralıda yerləşərsə, crossover ehtimalı da bir o qədər yüksək olar. Gəlin, ilişikli irsiyyət Morgan qanununa baxaq. Morgan təcrübə obyekti olaraq boz bədən böyük A, normal qanat böyük B, qara bədən kiçik A, rudiment qanat kiçik B-ni işarə etmişdi. İndi birinci nə edir? Birinci boz bədən normal qanadı, məsələn, böyük A, böyük A, böyük B, böyük B.
Bunu çarpazlaşdırır qara bədən rudiment qanadla kiçik A, kiçik A, kiçik B, kiçik B. Bu verir AB qaməti. Bu da verir AB qaməti. Bunları çarpazlaşdıranda olur böyük A, kiçik A, böyük B, kiçik B. Əmələ gələn fərq olur. Yenə böyük A-sı var boz bədən, böyük B-si var normal qanad. Təzədən əmələ gəlmiş bu fərdi. Böyük A, kiçik A, böyük B, kiçik B. Boz bədən normal qanadı yenidən qara bədən rudiment qanadla çarpazlaşdırır. Bunu bu formada da yaza bilərsiniz. İndi baxın, Krasungover baş verir, bir də baş vermir. Bunu bu formada xromosomda yazaq ki, başa düşəsiniz. Məsələn, böyük A, kiçik A-nı bax, böyük A, kiçik A, böyük B, kiçik B. Bunu çarpazlaşdırır. Qara bədən rudiment qanadla kiçik A, kiçik A, kiçik B, kiçik B. Deməli, baxın, bu iki tip qamət verir. Bir böyük A, böyük B qaməti, bir də böyük A, kiçik A, kiçik B qaməti. Krasungover baş verməyəndə, deməli, verdi. Bir böyük A qaməti, bir böyük B qaməti, verdi. Bir kiçik A qaməti, bir kiçik B qaməti. Bu eyni olduğu üçün elə bir dənə qamət verəcək. Kiçik A qaməti, kiçik B qaməti. Çarpazlaşdırırsan, çarpazlaşma nəticəsində əmələ gəlir. Böyük A, bunu da elə bu formada yazaq. Buradan yazın bunu da. Buradan xətt yaza bilməyəcəm. Buradan yazıram. Əmələ gəlir böyük A, böyük B, kiçik A, kiçik B. Bu oldu boz bədən normal qanad. Təzədən bununla çarpazlaşdırırsan, əmələ gəlir kiçik A-sı, kiçik A-sı, kiçik B-si, kiçik B-si. Bu da oldu qara bədən rudiment qanad. Yəni 100% valideyni oxşadı, heç bir dəyişiklik olmadı. Ancaq Krasungover baş verəndə, məsələn, böyük A, böyük B çarpazlaşır kiçik A, kiçik B ilə. Əvvəlcə Krasungover olanda necə qamət alınır? Birinci valideyn formalar. Məsələn, böyük A qaməti, böyük B qaməti, kiçik A qaməti, kiçik B qaməti. Bir də valideyn formadan fərqli olaraq qarşısını biri-biri ilə çarpazlaşdır. Aha, çarpazlaşdırdın. Əmələ gəldi böyük A qaməti, kiçik B qaməti. Bax, bu Krasungoverdən əmələ gəlir. Bir də bununla çarpazlaşdırırsan, əmələ gəldi kiçik A qaməti, böyük B qaməti. Yəni, biri-biri ilə çarpaz vurursan, bunlar olur Krasungover baş verəndə. Və bunu da çarpazlaşdırır. Özü ilə yenə qara bədən rudiment qanadından kiçik A, kiçik A, kiçik B, kiçik B. Bu da elə bir dənə qamət verir. Kiçik A, kiçik B qaməti. İndi çarpazlaşdıranda nə əmələ gəlir? Böyük A, kiçik A, böyük B, kiçik B. İndi belə yazacağım. Bu olur qara bədən normal qanad. Daha sonra kiçik A, kiçik A, kiçik B, kiçik B. Boz bədən normal qanad üzürlü sayın böyük A-sı var. Bu olur qara bədən rudiment qanad. Daha sonra bununla çarpazlaşdırıram. Olur böyük A, kiçik A, kiçik B, kiçik B. Boz bədən böyük A-sı var rudiment qanad. Bununla çarpazlaşdırıram. Olur kiçik A, kiçik A, böyük B, kiçik B. Böyük B-si var qara bədən normal qanad. Deməli, valideynə oxşar fərq. 4 burada baxın. 83% valideynə oxşayan fərqlər alınır. 17% də kombinativ əlamətlər alınır. Yəni, 41,5 boz bədən normal qanad, 41,5 qara bədən rudiment qanad, 8,5 boz bədən rudiment qanad, 8,5 qara bədən normal qanad əmələ gəlir. Deməli, bax yenə yazıram bunu. Buradan yazdım böyük A, böyük B, bunu da yazdım kiçik A, kiçik B. Homoloji xromosomlardır. Krasungover baş verməyib deyirsə 2 tip qamət verir. Böyük A, böyük B qamətini, böyük A, kiçik B qamətini. Yox, Krasungover baş veribsə, bu zaman bunu bu formada bir valideyn fərdini götürürsən, 2 dənə böyük A, böyük B, kiçik A, kiçik B-ni, bir də qarşındakı ilə çarpazlaşdırırsan. Olur böyük A, kiçik B, kiçik A, böyük B. Krasungover baş verəndə də bu tip qamət əmələ gəlir. Yadınızda saxlayın. Sonra cinsiyyətin genetikasını öyrənirik. Ümumilikcə insanda 2n bərabərdir 46 xromosom var. Bunun əsasən 44'ü düşür A-som xromosomuna, 2 dənəsi cinsidir. Qadında XX, kişidə də XY ilə işarə olunur. Bu 44 dənə A-som həm qadında, həm kişidə eynidir, X-dir. 23-cü cütdə qadında XX olur, kişidə XY olur. Bunlar cinsi xromosomlar adlanır. Və 46 xromosomun qaməti 23'ü düşür. Bunun 22'si olur A-som. Üstə gələk bir dənə cinsi verir. Məsələn, qadın 22 plus X.
bir qamətə, 22 plus x bir qamətə verir. Kişi də 22 plus x bir qamətinə verir, 22 plus y də bir dənə qamətinə vermiş olur. Bunları yadınızda saxlayırsınız. Daha sonra burada homoqametlik var, bir də heteroqametlik var. Məsələn, x bu homoqametdir, çünki bir dənə x qaməti verir. X, y heteroqametli 2 dənə, bir x qaməti, bir dənə də y qaməti verir. Əksər orqanizmlərdə dişilər homoqamet, erkəklər heteroqametdir. Amma quşlardır, sürünənlərdir və kəpənəklərdir. Bunların dişisi olur x, y, erkəyi olur x. Yəni, dişi heteroqametliyə malik olduğu üçün cinsiyyəti dişi müəyyən edir. Amma dişi homoqamet, məsələn, insanlar burada cinsiyyəti y, kişi qaməti müəyyən edir. Bəzi canlılar var ki, məsələn, çəyirtkədir, taxtabitidir, bal arısıdır. Bunların xromosom yığımında ümumilikcə y xromosomu olmur. Yəni, dişi x-dir, erkəyi də x0-dır. Ancaq bəzilərində, məsələn, dişidə 2x, erkəklərdə x xromosomu daşıyır. Yəni 0, x0 bunu yazdıq. Bəziləri, məsələn, güvələrdə əksinədir. Dişisi x0 olur, erkəyi x olur. Bunu da yadınızda saxlayın. Sonra, cinsiyyətlə ilişikli irsiyyət. Ümumilikcə, cinsiyyətlə ilişikli irsiyyət deyəndə, deməli, ya xəstəlik x xromosomunda yerləşəcək, ya da y xromosomunda yerləşəcək. Məsələn, hemofiliya xəstəliyi var ki, hemofiliya xəstəliyi böyük H-la işarə olunur. Böyük H sağlamdır. Kiçik H xəstədir. Böyük H kiçik H-da daşıyıcıdır. Hemofiliya xəstəsi kişi ya xəstə olacaq, ya sağlam olacaq. Amma qadın xəstəsi də ola bilir, sağlamı da ola bilir, daşıyıcısı da ola bilir. Məsələn, qadın sağlamı x böyük H olaraq yazılır. Xəstəsi x kiçik H olaraq yazılır. Daşıyıcısı x böyük H, x kiçik H-dır. Kişiyə gələndə kişinin sağlamı x böyük H, y, kişinin xəstəsi x kiçik H, y ilə işarə olunur. Məsələn, burada daşıyıcı qadınla x böyük H, x kiçik H daşıyıcı qadınla mən sağlam kişini çarpazlaşdırıram. X böyük H, y. Baxın, burada qadın 2 tip qamət verir. Bir, x böyük H qaməti verəcək. Bir də x kiçik H qaməti verəcək. Kişi də bir x böyük H qaməti, bir də y qaməti. Məsələn, bu formada x böyük H bir yerə düşəndə bu olur sağlam qız. X böyük H, y bir yerə düşəndə bu olur sağlam oğlan. X böyük H, x kiçik H bir yerə düşəndə olur daşıyıcı qız. X kiçik H, y bir yerə düşəndə bu da olur xəstə oğlan. Daha sonra daltonizm xəstəliyi. Daltonizm xəstəliyinə görə də yazmaq. Bu da x məsələn böyükdir olur sağlam qadın. X böyükdir, x kiçikdir olur daşıyıcı qadın. X kiçikdir olur xəstə qadın. Kişi olanda x böyükdir, y olur sağlam kişi. X kiçikdir, y olur xəstə kişi. Məsələn, mən hemofiliya, x böyük H, x kiçik H qadını, daşıyıcı qadını xəstə hemofiliya kişisi ilə çarpazlaşdırıram. Bu zaman qadın yenə 2 tip qamət verir. Bir sağlam qamət, bir xəstə qamət. Kişi də 2 tip qamət verir. X kiçik H, y. Məsələn, çarpazlaşma nəticəsində əmələ gəlir x böyük H, x kiçik H. Bu olur daşıyıcı qız. X böyük H, y. Bu olur sağlam oğlan. X kiçik H, x kiçik H. Bu olur xəstə qız. X kiçik H, y. Bu da olur xəstə oğlan. Bunları bilin. Və bəzi əlamətlər var ki, bunlar y cinsiyyət xromosomu ilə təyin olunur. Məsələn, kişilərdə qulağın tüklülüyüdür, dərinin balıq dərisi kimi pulcuqlu olmasıdır. Bunlar y xromosomu ilə müəyyən olunur. Bu əlaməti geni y xromosomun x xromosomu ilə homoloq olmayan hissəsində yerləşir. Yəni, bu xəstəliklər yalnız y-də yerləşdi. Sonra biz nəyi bilməliyik? Qeyri-allel genlərin qarşılıqlı təsiri burada bir neçə qeyri-allel genin bir əlamətin inkişafını müəyyən etməsidir.
Əsasən bu da bölünür. Epistazdır, komplementarlıqdır, bir də polimeriyadır. Epistaz nədir? Qeyri-allel genlərdən biri o birinin təsirini zəiflədirsə, bu epistaz adlanır. Məsələn, burada boz dovşandan istifadə olunur. Böyük C geni tükdə pigmentin olmasını göstərir. Kiçik C geni tükdə pigmentin olmamasını göstərir. Böyük A geni pigmentin tük boyunca yayılmasının qarşısını alır. Kiçik A geni də pigmentin tük boyunca yayılmasına təsir etmir. Burada böyük C və böyük A geni bir yerə düşərsə boz dovşan, böyük C, kiçik A geni bir yerə düşərsə qara dovşan, kiçik C geni olarsa və ya böyük A, böyük C'si olmasın. Bunlar da olur ağ rəngli dovşanlar. Və burada əvvəlcə boz dovşanla homozigotu ilə böyük C, böyük A, böyük A. Bunu çarpazlaşdırır ağ dovşanla kiçik C, kiçik A, kiçik A. Buradan əmələ gəlir böyük C, kiçik C, böyük A, kiçik A dovşanı. Bu olur boz dovşan, F1 nəsil. Təzdən F2 nəslində, bax bu boz dovşanı, böyük C, kiçik C, böyük A, kiçik A-nı çarpazlaşdırır özü ilə. Böyük C, kiçik C, böyük A, kiçik A ilə. Ən asanda birinci əlamətləri götür çarpazlaşdır. Böyük C, kiçik C ilə çarpazlaşanda bir dənə böyük C, iki dənə böyük C, kiçik C, bir dənə kiçik C. Eynən alarda bir dənə böyük A, iki dənə böyük A, kiçik A, bir dənə kiçik A. İndi yuxarıda verilən qametin hər birinə aşağıda verilən qametə vur. Biri birə vuranda bir dənə böyük C, böyük A. Bu oldu boz dovşan. Biri ikiyə, iki dənə böyük C, böyük A, kiçik A. Bu da oldu boz dovşan. Biri vurursan birə. Olur bir dənə böyük C, kiçik A. Bu da oldu qara dovşan. Təzdən içini vurursan birə. Eləyir iki dənə böyük C, kiçik C, böyük A. Bu da oldu boz dovşan. İçini vursan iki eləyir dörd. Dörd dənə böyük C, kiçik C, böyük A, kiçik A. Bu da oldu boz dovşan. İçini vurursan birə iki. İki dənə böyük C, kiçik C, kiçik A. Bu da oldu qara dovşan. Təzdən biri. Bir dənə kiçik C, böyük A. Bu oldu ağ dovşan. Biri vurursan ikiyə. İki dənə kiçik C, böyük A, kiçik A. Bu da oldu ağ dovşan. Biri birə. Bir dənə kiçik C, kiçik A. Bu da oldu ağ dovşan. 16 dənə kombinasiya yarandı burada. Fenotipinə görə 3 dənə fenotip boz, qara, bir də ağı gördün. Fenotipə görə parçalanma. Bax, bir dənə bu. 2 dənə eləyir 3. 2 dənə eləyir 3-ün üstünə 2, 5. 4 dənə də bu. 9 dənə sənin boz dovşanın yaranır. 9 bölünsün. Daha sonra qara rənginə baxırsan. Qara rənginin tərkibində böyük olmaz. Məsələn, bax, bir dənə budur, böyük C-dir, 2 dənə budur. Deməli, 3 dənə sənin qara rəngin var. Ağa da baxırsan, 1, 3, 4. 4 dənə də sənin ağın var. 9 bölünsün 3 bölünsün 4 nisbətində sənin nəyin alınır? Alınır fenotipə görə parçalanman. Genotipə görə parçalanman 9 dənədir genotipə görə parçalanman. 4 dənə əmələ gəlib böyük C, kiçik C, böyük A, kiçik A. 2 dənə əmələ gəlir. Böyük C, kiçik C, böyük A, böyük A. Təzdən bir də 2 dənə əmələ gəlir. Böyük C, kiçik C, kiçik A, kiçik A. Bir də 2 dənə əmələ gəlir. Böyük C, böyük A, kiçik A. Bir də 2 dənə əmələ gəlir. Kiçik C, böyük A, kiçik A. Təzdən bir dənə sənin əmələ gəlib. Böyük C, böyük A, böyük A. Bir dənə sənin əmələ gəlib. Böyük C, kiçik A, kiçik A. Bir dənə sənin əmələ gəlib. Kiçik C, böyük A, böyük A. Bir dənə sənin əmələ gəlib. Kiçik C, kiçik A, kiçik A. Bunlar da olur sənin genotipinə görə parçalanman. 4 bölünsün. 4 dənə 2, 4 dənə 1. Bu da sənin genotipə görə parçalanman adlanır. Bəs komplementarlıq nədir? Komplementarlıq odur ki, qeyri-allel dominant genlərin qarşılıqlı fəaliyyəti nəticəsində valideynə oxşar olmayan yeni əlamətlərin meydana çıxmasıdır. Bu zaman, baxın, ağ rəngli toxumu, məsələn, burada 2 qametdən istifadə edib, böyük A, böyük B, böyük B, ağ rəngli çiçəyi çarpazlaşdırıb, kiçik A, böyük B ilə. Buradan əmələ gəlib,
böyük ya, kiçik ya, böyük B, kiçik B. Dominant əlamətlər bir yerə düşürsə, çiçəyin olur qırmızı. Yox, dominantdan biri olursa, ya böyük yası olursa, ya böyük B'si olursa, sənin çiçəyin olacaq ağ rəngli çiçəklər. Təzədən bu əmələ gəlmiş fərdi yenidən özü ilə çarpazlaşdırır. Böyük ya, kiçik ya, böyük B, kiçik B. Bu Mendelin qanunu. 3-cü qanununda çarpazlaşma kimi yazasınız. Buradan ümumilikcə əmələ gəlir. Fenotip sayı 2. Ya qırmızı çiçək ya da ağ çiçək. Böyük ya, böyük B bir yerə düşənlər olur qırmızı. Tək böyük yası, tək böyük B'si varsa bu da olur ağ. 16 kombinasiya yaranır, 2 fenotip yaranır, 9-un 7-yə nisbətində olur, 9 dənə qırmızı, 7 dənə ağ. Genotip sayı da 9-dur. Genotipə görə parçalanma. Bax, bunun genotipini gəlin yazaq. 4 dənə əmələ gəlir. Böyük ya, kiçik ya, böyük B, kiçik B, qırmızı. Bölünsün, 2 dənə əmələ gəlir. Böyük ya, kiçik A, böyük B, böyük B. Bu da qırmızı rəngdir. Bir də 2 dənə əmələ gəlir. Böyük ya, kiçik B, kiçik B. Bu ağ rəngdir. Bir də 2 dənə əmələ gəlir. Böyük ya, böyük B, kiçik B. Bu da qırmızı rəngdir. Bir də 2 dənə əmələ gəlir. Böyük ya, böyük B, kiçik B. Bu da ağ rəngdir. Daha sonra bir dənə əmələ gəlib. Böyük ya, böyük B, böyük B. Bu da qırmızıdır. Bir dənə əmələ gəlib. Böyük ya, kiçik B. Bu da qırmızıdır. Bir dənə əmələ gəlib. Kiçik ya, böyük B, böyük B. Bu da qırmızıdır. Bir dənə əmələ gəlir. Kiçik ya, kiçik B. Bunlar da qırmızıdır. Yəni saysaz, sayına əsasən yazsaz, 9 dənə qırmızı, 7 dənə də ağın əmələ gəlir. Daha sonra polimeriya nədir? Bir əlamətin inkişafını eyni fenotip yaradan bir neçə genin tənzimləməsidir. Yəni, bir əlaməti bir neçə gen tənzimləyir. Məsələn, buğda dənini misal göstərə bilərik, dərinin rəngini misal göstərə bilərik. Genlərin çox cəhətli təsiri nədir? Bir gen bir neçə əlamətin inkişafını müəyyən edir. Məsələn, əgər bitkidə qırmızı rəng çiçək varsa, gövdə və yarpaqları qırmızı rənglidir. İtdə tüysüzlükdürsə, dişlərinin zəif inkişaf etməsidir. Göyərçinin ayaqlarında lələklidirsə, barmaqların arasında üzmə pərdəsinin olmasıdır. Heyvanlarda boyun uzunluğu olanda ətrafları uzun olur. Drozofil milçəyinin gözündə pigmentsizlik olanda nəsil vermə qabiliyyəti də aşağı olur. Bir də insanda irsiyyətin öyrənilmə üsulları genealoji üsuldur, əkizlik üsuludur, sitogenetik üsuldur, bir də biokimyəvi üsuldur. Genealoji üsul, genos, mənşə və doğulma deməkdir. Burada nəsil ağacının öyrənilməsidir. Məsələn, dominant və resessiv fərdlə keçən əlamətlər, irsən keçən xəstəliklər öyrənir. Dominant deyəndə, bax, saçın bir hissəsinin ağ rəngi olmasıdır, vərəmə meyillikdir, buynuz qişasının degenerasiyasıdır. Resessiv deyəndə şəkərli diabetdir, şizofreniyadır, anadan gəlmə karlıqdır, hemofiliyadır, daltonizmdir. Məsələn, bu üsullar rezus faktoru, təfəkkürə meyilliyi, musiqi qabiliyyəti də öyrənə bilərik. Əkizlik üsulu ilə 2 cür əkizlik var. Eyni yumurta əkizi, bir də müxtəlif yumurta əkizi. Eyni yumurta əkizində bir yumurta hüceyrə, bir dənə də spermatozoid inkişaf edir. Bir zigot blastomerə bölünəndə bu əkizlər blastomerdən əmələ gəlir. Eyni yumurta əkizinin genotipi və cinsiyyəti həmişə eyni olur. Cifti bir olur, göbək ciyələri fərqli olur, bir-birinə çox bənzəyir. Müxtəlif yumurta əkizinin yaranmasında bir və ya daha çox yumurta hüceyrə, daha çox spermatozoid iştirak edir. Eyni cinsli də ola bilər, müxtəlif cinsli də ola bilər. Genotipləri fərqlidir, oxşarlığı da ki, İnsan insana necə oxşuyur? Bacı qardaş bir-birinə necə oxşuyur? O formada bir-birinə oxşuya bilər. Əkizlik üsulu ilə sifətdə kirlilikdir, barmaq izləridir, infeksiyon xəstəliklərə meyillik öyrənir. Daha sonra sitogenetik xəstəliklər, yəni üsul, burada xromosomun formasında, sayında, ölçüsündə baş verən dəyişikliyi öyrənir. Məsələn, 13-cü cüt xromosomda artıqlıq olanda Patau, 18-ci cütdə Edwards, 21-ci cütdə Down sindromlu xəstəlik yaranır. Əlavə olaraq Shershevski-Tenner 44 X olaraq yazılır. Cinsiyyətin biri olmur, bu qadın olur. Klinefelter sindromunda Shershevskidə 45 xromosom var. Klinefelter 44 X, Y, X-in biri artıq olur. Bunun 47 xromosomu var, kişidir. X trisomiya xəstəliyi də 44 X-dir. Bunun da 47 xromosomu var və bu zamanda doğulan qız olur.
Down sindromunda 47 xromosom olaraq işarə olunur. Bu yəni 45 üstə gələk XX olarsa bu olur qız, 45 üstə gələk XY olarsa bu da olur oğlan. Və əlavə olaraq burada məsələn autosom dominant tipli xəstəliklər Marfan sindromudur, polidaktriyadır. Autosom resessiv tipli xəstəliklər də albinizmdir, fenilketonuriyadır, talasemiyadır. Bir də xromosomun quruluşunda baş verən dəyişiklik nəticəsində Lejon sindromu, pişik çığırtısı, bir də leykozun müəyyən formaları üzə çıxır.